Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Nakşin, insan psixologiyası metodisti. Bu son zamanlar xüsusən TikTok sosial platformasında belə bir hal dərd düşübdür. Bu yaxud Instagramın stories olsun, şəxsi WhatsApp bölməsi olsun, bir başına bir hadisə gələn kimi sanki əlində tut çəkilmiş. Həmin hadisəni paylaşılır, yaxud xəstədir, xəstəxana paylaşılır, yaxud halı pisdir, ona uyğun storylər atılır. Belə düşük, yersiz bir şeylər bəzən insanı istəmsiz hissəsində gözdən salır və həqiqətən ciddi bir münasibət varsa həmin şəxsdən istəmsiz olsa soyuyursan. Hamı xəstələnər, hamı kefsiz olar, hamı problemli olar. Hökmən mən səni kefin içərisinə zibil qoyum, soğan doğurma məsələsi biraz qeyri-etik oldu. Bilirsiniz, insanlar o qədər demotivasiya edici bir şeylər yaradırlar ki, çərçivə daxilində insan